Dünən səhər saatlarından yağan qar Cəlilabad rayonunda da bir sıra çətinliklər yaradıb. Əsasən dağlıq ərazilərdən keçən Cəlilabad yardımlı avtomobil yolunun qarla örtülməsi yolda qəzalara da səbəb olub. Bəzi avtomobillər isə sərt döngələrdə köməksiz vəziyyətdə qalıb. Ümumiyyətlə, hara gedirdin sən? Laçın kəndinə getmək istəyirəm. Nə tər gedə bilirsən? Gedə bilirsəm, bu da fakt göz qabağındadır. Səhv vurması mümkün deyil. Səhv vuraq təvəkkül olacaq, görə harisi biz xacıq. Qarın yağması rayonun ucqar dağ kəndlərində elektrik naqillərinin qırılmasına və dirəklərin aşmasına da səbəb olub. Nəticədə rayonun Adnalı, Babaxanlı, Şatırlı, Badamağacı və Buravar kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb. 2 gün bundan qabaqdan başlayan küləklər bizdə güclü fəsadlar törədibdir. Bu günlərdə göz görür ki, qar yağır. Elektrik naqillərinin qırılması nəticəsində biz işıqsız qalmışıq. Şəxsən dünənki İsrail günkü fəlakətdən bizim işıq enerjisi yoxdur. Lazımi yerlərə də zəng eləyib demişik, bu sahəyə baxanda yoxdur. Bəzilərin elektrik xəttinin, stulbalarının biz özümüz gedib remont eləmişik. Qalan hissədə ki, elə göz qabağındadır ki, hamısı bərbad haldadır. Bundan başqa təbii fəlakət nəticəsində kəndlə internet əlaqəsi də kəsilib. Yaratdığı çətinliklərə baxmayaraq təsərrüfat adamları isə qarın yağmasına sevinir. Qar əlbəttə ki, xeyri bərəkətdir, nurdur bizim ellər üçün. Biz buna çox sevinirik. Çünki baxırsınız, görürsünüz, ətraf hamısı taxıl əkilibdir. Qaramağı ilə əlaqədar yəqin ki, bu illəri çörəyimiz bol olacaq inşallah. Axşam saatlarında qar daha da intensivləşib. Ən son məlumatlara görə Cəlilabad yardımlı avtomobil yolu tamamilə bağlanıb. Hazırda 20-dən yuxarı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Qarın hündürlüyü Cəlilabad rayonunun dağlıq ərazilərində 30, düzən ərazilərində isə 7 sm çatıb. Hazırda da qarın yağması davam edir. Pərvanə Əliyeva, Elşən Feyzullayev, Zahid Aydınoğlu, Cəlilabad.